İranda müharibə Azərbaycan heç vaxt olmadığı qədər çalışır. İsrail və ABŞ ordularının 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlaması Azərbaycanda da narahatlıqla izlənilir. Axar az xəbər verir ki, Azərbaycan 765 kmlik sərhədi olan İranda baş verənlərə laqeyd yanaşa bilməz. Üstəlik, bu ölkədə 40 milyon soydaşımızın yaşadığını nəzərə aldıqda, mümkün qaçqın axınının istiqaməti də bəllidir və rəsmi Bakının narahatlığı başa düşüləndir. Azərbaycan müharibənin başladığı ilk gündən diplomatların və digər ölkə sakinlərinin İrandan çıxması üçün edilən müraciətlərə böyük həssaslıq göstərir və anında yardımlar edir. İran da daxil olmaqla artıq bir çox ölkə Azərbaycana çevik reaksiya və yardımlara görə minnətdarlığını da bildirib. Azərbaycan ilk gündən hərbi eskalasiyadan narahatlığını rəsmi şəkildə elan edib və yaydığı bəyanatda beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırıb. Amma Azərbaycan Xarici İşlər Nazirliyi yalnız bu bəyanatla kifayətlənməyib. Xüsusilə İran Xarici İşlər Naziri Abbas Arakçı ilə Ceyhun Bayramov arasında baş tutan telefon danışığı və C. Bayramovun öz həmkarına İranın dini lideri Əli Xameneinin həlak olması ilə bağlı başsağlığı verməsindən sonra diplomatiyada böyük aktivlik yaşanır. Belə ki, Arakçı ilə danışığa qədər Ceyhun Bayramovun regiondakı eskalasiyanı hər hansı həmkarı ilə müzakirə etdiyi haqda heç bir məlumat yoxdur. Ancaq 1 mart gün orta saatlarından sonra C. Bayramovun həddən artıq gərgin iş rejimində çalışdığı və siyasi diplomatik fəaliyyətini sərhədsiz genişləndirdiyini müşahidə etmək mümkündür. Beləliklə, son sutka ərzində Ceyhun Bayramovun regionu müzakirə etdiyi şəxslərin siyahısı: 1. Özbəkistan HN başçısı Bəxtiyar Saidov, 2. İraq Baş nazirinin müavini, Xarici İşlər naziri Fuad Hüseynov, 3. İspaniya Krallığının Xarici İşlər, Avropa Birliyi və Əməkdaşlıq naziri Jose Manuel Albares Bueno, 4. Oman Sultanlığının Xarici İşlər naziri Seyid Bədir İbn Həməd İbn Hammud Albuseydi, 5. Qazaxıstan HN başçısı Yermek Koşerbayev, 6. AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas, 7. Türkiyə Xarici İşlər naziri Hakan Fidan, 8. Bəhreyn Krallığının Xarici İşlər naziri Abdüllətif bin Rəşid Əz-Zayani, 9. Küveytin Xarici İşlər naziri Şeyx Cərrah Cabir Əl-Əhməd Əs-Sabah, 10. Yordaniya Baş nazirinin müavini, Xarici İşlər naziri Ayman Əs-Səfadi və Əs. Qeyd edək ki, bu hal ilk dəfədir müşahidə olunur. Hətta ötən il baş verən 12 günlük savaşda C. Bayramov bu qədər sıx diplomatik fəallıq nümayiş etdirməmişdi.